31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə və yeni il münasibəti ilə hədəf hazırlıq kursu Fənlərarası Dostluq Olimpiyadası adlı yeni bir layihəyə start verdi və bunu keçirdi. Bu gün isə həmin olimpiyadanın iştirakçıları olan şagirdlər mükafatlandırılacaq. Biz də dəvət olunmuşlar siyahısındayıq. Fənlərin Dostluq Olimpiyadasının adı da təsadüfi seçilməyib. Çünki Dünya Azərbaycanlıların Həmrəylik Gününə həsr olunub bu olimpiyada. Bunun da keçirilməsində məqsəd Azərbaycanda şagirdlərimizin, bilirsiniz, son 3 ildir Azərbaycan kurikulum siyasəti həyata keçirilir, kurikulum layihəsi tətbiq olunmaqdadır və şagirdlərimizin ixtisas qrupları üzrə, belə deyək, biliklərinin mükəmməlləşməsinin, formalaşmasına uzaqlaşıb, bütün fənləri bilməsinə yönəlmişdir. Və mən bir sualı misal çəkim sizə. Azərbaycan dili ilə coğrafiya fənninin inteqrasiyasına həsr olunmuş bir sualı Azərbaycan xəritəsi təqdim olunur şagirdlərə və sual da verilmişdir ki, verilmiş dialekt sözlər Azərbaycanın hansı bölgələrində deyilir? Şagird dialekt sözlərin hansı bölgədə deyilməsini birinci müəyyənləşdirilməlidir və Azərbaycan xəritəsi verilmiş bu testdə şagird nömrələrə uyğun bilməlidir ki, 1 Bakıdır, 2 Şəkidir, 3 Naxçıvandır, tutaq ki, 4 Gəncədir. Şagird coğrafiyanı biləndən sonra, coğrafiya xəritəsini, Azərbaycan xəritəsini tanıyandan sonra həmin verilmiş testləri, nümunələri, bədii nümunələri, yəni dialekt nümunələrini nömrələrə uyğun müəyyənləşdirməlidir. Fənlərin Dostluğu Olimpiyadasının məzmununda integrativ yanaşma var. Yəni orada integrativ məzmun var. Çünki müxtəlif fənlərin əlaqələri gözlənilir. Orada bir şəbəkə var. Bu şəbəkə şagirdi sadəcə bir fənnin daxilində yox, müxtəlif fənlərin arealında düşünməyə sövq eləyir. Yəni bir sual həlləmək üçün bir şagird həm fizikanı, həm kimyanı, həm də riyaziyyatı eyni anda bilməlidir. Və bu da bunlar arasında, yəni bir otaqdan başqa otağa keçmək üçün, yəni uşaq riyaziyyat otağında oturubsa, eyni zamanda bioloji otağında da müraciət etməlidir. Eyni zamanda yandakı kimya otağına müraciət etməlidir. Bu həqiqətən çox təqdirə layiqdir. Çox müsbət cəhətdir. Deməli, sadəcə uşaq bir fənni bilməklə o testləri həll edə bilməz. Başqa bir neçə fənni bilməz. Üstəgəl o fənlərin elə spesifik cəhətlərini bilməlidir ki, onların oxşar cəhətlərini müqayisə edə bilsin, araşdırsın, müəyyən bir nəticəyə gəlsin, müəyyən qərar verə bilsin. Uşaqlar istər-istəməz düşünmək, araşdırmaq və müəyyən qərar vermək, deyək ki, problemi qarşısında dayanır. Mən bu integrativ, ümumiyyətlə, olimpiyadanın olmasına çox şadam. Bu testləri mən çox yüksək dəyərləndirirəm. İstərdim ki, belə testlər qəbul komissiyasında da olsun. Fənlərin Dostluğu Olimpiyadası, ümumiyyətlə, adı da yaxşıdır. Yəni ki, onun ideyası da yaxşıdır və o Fənlərin Dostluğu Olimpiyadası əgər ənənəvi olsa, biz çox şad olarıq. Bu layihəni həyata keçirməkdə məqsədimiz oldu ki, fənlərin dostluğunu yaradaq. Fənlər arası əlaqəni möhkəmləndirək. Keçirilmiş birinci turda 2000-dən çox şagird iştirak etdi və hər birinin saytımıza gələn məlumatlar, şifahi aldığımız sorğular, fikirlərindən bizə məlum oldu ki, doğrudan da uşaqların düşündürücü, məntiqi, təfəkkürün soruşulması ilə bağlı olan testlərə marağı çoxdur və hətta bəzən azdır deyək bu elm sahəsində. Amma son zamanlar kurikulum layihəsi bunu öz əksini göstərir və Baş Şəhər Təhsil İdarəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və yerlərdə olan məktəblərin müəllimlərinin maarifləndirilməsi yolunda işlər gedir və biz də burada bunu həyata keçirmək üçün belə bir addım atdıq. Olimpiyadaların keçirilməsi həqiqətən də çox təqdirə layiqdir, müsbət əhəmiyyəti vardır. Nəyə görə müsbət əhəmiyyəti var? Çünki əgər bir şagird seçəcək bir ixtisasda ən azı bir fəndən özünü tamamilə inkişaf elətdirmək məcburiyyətindədir. Yəni bir fənni tamamilə dərinliyinə, dibinə qədər enib oradakı o cövhəri çıxartmaq lazımdır. Bunun da yeganə yolu olimpiyadalardan keçir. Dünyanın təhsil sistemində idrak məktəbinin yaradılması, təfəkkür məktəbinin yaradılması çox vacib məsələdir. Hətta bugünkü psixologlar deyirlər ki, təxəyyül məktəbi yaranacaqdır. Ona görə də təfəkkür məktəbinin ən vacib cəhəti müasir kurikulumlar ki, bugün yaranır, onların əsasında ən ciddi məsələ kimi inteqrasiya dayanır. Rəsmi inteqrasiya, qeyri-rəsmi inteqrasiya bugün müasir kurikulumların ən vacib istiqamətidir. Və mən onun elementlərini bu, deməli,
Fənlərin Dostluğu Olimpiyadasının testlərində gördüm. Suallar doğrudan da maraqlıdır. İndi mən baxmışam, görürəm ki, uşağın həm məntiqini, həm onun biliklərini bir sualla biz yəni ki, yoxlaya bilərik. Ona görə mənə gəlir ki, çox yaxşı bir ideyadır və həyata keçirilməsi də yüksək səviyyədə idi. Hədəf kurslarının özəl xüsusiyyətlərindən də biri ondan ibarətdir ki, daim Azərbaycanda təhsilin inkişafı üçün müxtəlif layihələr, müxtəlif proqramlar həyata keçirir. Həmin layihələrdən də biri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Bakı və Abşeron məktəbləri arasında keçirilmiş Fənlərin Dostluğu Olimpiyadasıdır. Bu olimpiyadada qeyd etdilər, 2000-dən çox şagird qatılıb, özünü sınayıb və orada olimpiyadanın nəticələri məlumdur, qaliblər müəyyənləşib. Mən fürsətdən istifadə edərək olimpiyadanın qaliblərini, qalib olmaq münasibəti ilə onları təbrik edirəm. Onların valideynlərini, onların təhsil aldığı təhsil müəssisəsinin rəhbərliyini təbrik edirəm. Onlara işlərində, təhsillərində uğurlar arzulayıram. Belə bir söz var ki, elmdə həqiqət həmişə özünə yol açır. Doğrudan da əgər elm, bilik sahibi isə bizim qarşımıza heç bir maneə tab gətirə bilməz. Və odur ki, bu biliyi, bu istedadı üzə çıxarmaq üçün fəaliyyət göstərən hədəf hazırlıq kursu artıq bir neçə ildir ki, Azərbaycan təhsilində xidmət eləyir və xidməti var. Təhsilə qayğı ilə yanaşan, diqqətlə yanaşan və savad almaq, bilik öyrənmək istəyən insanlar məhz bu kursun iştirakçılarıdır və bu kursdan bəhrələnirlər. Bu yolda hər birinizə uğurlar və müvəffəqiyyətlər arzulayaraq istərdik ki, biz tədbirimizin bədii hissəsinə başlayaq. İlk olaraq Bakı Dövlət Universitetinin Səda rəqs qrupu sizi salamlayacaq. Şəmil Sadiq, Həmrəylik. Yeni gələn yeni il güldü türkün üzünə. Dekabrın son günü həmrəy oldu millətim. Qəlbindəki məftili qopararaq tulladı. Millətlərin önündə bəyan oldu qeyrətim. Söylədi hər bir insan, gəl birləşək qardaşım, daha həsrət görməsin bəla görmüş bu başım. Məhəbbətdən qurusun gözümdəki qan yaşım, toza dönsün qəlbimdə, daşa dönmüş həsrətim. Güldü ürək, güldü göz, söndü artıq qəlblərdə acı verən odlu köz. Həmrəyliyin, birliyin vüsalını gördü göz. Xalqım durdu ayağa, hayqırdı ki hürriyyət, yetər artıq, yetər, kəs, sona yetsin cinayət. Mən də varam, varlığımı anlayın, tarixlərə səs salan qüdrətimlə çağlaram, qüdrətimi anlayın. Sönmüş görünsəm də mən, istəyəndə dağlaram, qeyrətimi anlayın. Mənim bu gür səsimə səs verdi türk qardaşım. Yapışaraq əlindən daha möhkəm bağırdım. Bütün dünya türklərin bir olmağa çağırdım. Sağ olun.
Sabir Novruz, Azərbaycan şeiri. Azərbaycan, ana yurdum, nadir gövhər, nadir inci. Mən göz açdım bu dünyayı eşqin ilə, adın ilə. Məni sənin sinən üstə uzatdılar, ən birinci. Mayalandım suyun ilə, südün ilə, odun ilə. Pöhrələndim əllərinin sığalıyla, şilləsiyle. Bütövlüyü, həqiqəti ürəyimə mismarladım. Ölməz dilin damarıma axdı şəhid şirəsiyle. Mənə mərdlik dərsi dedin ağılların, dastanların. Sevinirəm, sevinirəm. Nə yaxşı ki bərqərarsan bu cahanda. Sevinirəm. Körpələrin öz dilində dil açanda bir yol səndən doymamışam. Ha görsəm də gündə səni. Sevinirəm. Nə yaxşı ki sən mənimsən. Mən də sənin. Arzum budur. Sənin bugün övladların təmiz olsun, nə dərgəndə murdar olsun, nə içində xəbis olsun, arzum budur. Müdrik olsun böyüklərin, kiçiklərin, bir-birinə hörmət olsun ən müqəddəs bizliklərin. Arzum budur. Sabah səndə göz açacaq o nəsillər, səndə namərd görməsinlər. Səndə yaltaq görməsinlər. Mən istərəm sabah səndə göz açacaq o nəsillər, el adından, xalq adından alver edən görməsinlər. Mən istərəm gecə gündüz dolansınlar maraq ilə, səndə bircə xain belə tapmasınlar çıraq ilə. Mən istərəm bir adicə yarpaq olum sənin üçün. İstərəm ki qocalım mən gözlərinin qabağında. Mən istərəm bircə ovuc torpaq olum sənin üçün. İstərəm ki bircə sözüm kəssin sənin dodağında, kəssin sənin dodağında. Özbək, Türkmen, Uyğur, Tatar, Azər bir boydu. Qara, Qalpaq, Qırğız, Kazaq bunlar bir soydu. Özbək, Türkmen, Uyğur, Tatar, Azər bir boydu. Qara, Qalpaq, Qırğız, Kazaq bunlar bir soydu. Türkmenistan, Özbekistan deyib durmuşlar. Türkmenistan, Özbekistan deyib durmuşlar. Ana yurdum Türkistan'ı bölüb koymuşlar. Ana yurdum Türkistan'ı bölüb koymuşlar. Özbek, Türkmen, Uyğur, Tatar, Azər bir boydu. Qara, Qalpaq, Qırğız, Kazaq bunlar bir soydu.
Aldanmayın, aldanmayın ey Türk igidlər. 40 əsrlik tarixə sahib olan Türklər, 40 əsrlik tarixə sahib olan Türklər. Özbək, Türkmən, Uyğur, Tatar, Azər bir boydu. Qara, Qalpaq, Qırğız, Qazaq bunlar bir soydu. Özbək, Türkmən, Uyğur, Tatar, Azər bir boydu. Qara, Qalpaq, Qırğız, Qazaq bunlar bir soydu. Türkistan, Kafkazistan ey güzel yurdumuz. Türkistan, Kafkazistan ey güzel yurdumuz. Sana kurban olayım ben ana yurdumuz. Sana kurban olayım ben ana yurdumuz. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydu. Qara, Qalpaq, Qırğız, Qazaq bunlar bir soydu. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydu. Qara, Qalpaq, Qırğız, Qazaq bunlar bir soydu. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydu. Qara, Qalpaq, Qırğız, Qazaq bunlar bir soydu. Ömrümüzdən bir təqvim də düşür və hər bir insanın arzuları, istəkləri demək olar ki 2010-cu ildə qazandıqları ilə bərabər geridə qalır və özümüzdən asılı olmayaraq illəri bir-bir yola salırıq. Böyümək eşqi ilə uşaqlıqda mən boyumu ölçərdim gündə 100 kərə, bəzən gileylənib kiçişdiyimdən qifti ilə baxardım mən böyüklərə. Özümü həkimə, gah müəllimə, gah da mühəndisə mən bənzədərdim. Atamın hər kiçik hərəkətini böyük bir əvəzlə təqlid edərdim. Üzüm tüklənəcək bəs nə vaxt deyə, 10 dəfə baxardım gündə güzgüyə, yaşımı deməyə mən utanardım. Özümdən böyüyü xoşbəxt sanardım. Böyümək istərdim mən gündə bir yaş, istərdim tez ötsün aylar, fəsillər, həftələr ötdükcə hey yavaş-yavaş. Nə yaman lən keçir, deyərdim illər. İllər lən keçmədi, bir anda illər 100 insan ömründən kamalıb keçdi. Bir vaxt gördüm ki 50 yaşım var, illər saçlarıma dən salıb keçdi. Dəyişir insanda həvəs, məhəbbət. İllər də ömürdən getmir boş yerə. Bugün böyüklərə deyil nədən bəs. Qifti ilə baxıram mən kiçiklərə. Başımız işlərə qarışır yaman. Bilmirik axşam nə zaman düşür. Yamyaşıl gördüyün dünənki yarpaq. Bir də görürsən ki budaqdan düşür. Deyin, hara belə tələsirsiniz? Sizsiniz ömrümün yelkəni illər. Mən sizi qovardım uşaqlığımda, indi qovursunuz siz məni illər.
İndi isə Zaur müəllim hədəf hazırlıq kurslarının şagirdləri ilə birgə allegorik şeirlərdən ibarət bir səhnəcik hazırlayıb. Buyurun onu izləyək. Ben ki varam fizikayam fizika, məncə söylədiyim deyil Evrika. Məndədirəm böyük kəşflər açarı, kimin var itirazsın ixtiyarı? Mən olmasam eyləyiniz etiraf, heç cəmiyyət edər miydi inkişaf? Var nə qədər ixtiram və icadım, həmişə mənim birinci çəkilib adım. Ey fizika, söylə nə ixtiyarla, özünü öyürsən belə bir vüqarla. Mən olmasam heç var olardınmı sən? Heç bu cür populyar olardınmı sən? Bil ki seçənlər məni üstün seçir, dahilərin məntiqi məndən keçir. Hər nə qədər olsa da səndən yenə, elmlərin şahı deyirlər mənə. Biyologiya eşitdi söhbəti, daha da qarışdırdı olan vəziyyəti. Ey özünü öyüb mənəm deyən, gör nə qədər yol lazımsan ki sən. Unutmuşsan ki mən varam, buradayam, nə olsun ki bayaqdan kənardayam. 21-ci əsr mən nədir? Qabağımda at oynadırsız nədir? Son söz hamını qaldırdı ayağa, coğrafiya durub gəldi qabağa. Xahiş edirəm, bir belə həddi aşma, həya saxla artıq əskik danışma. Məndə cəmlənir elmlərin cəmi, axı mənəm öyrədən ətraf aləmi. Hər tərəf, hər yanda mənəm birinci, məncə bu meydanda mənəm birinci. Tarix cuşa gəldi davamda. İndi sən də gəl qulaq as bizlərə, xüsusilə deyəcəyim sözlərə. Hansı xalq ki bilməyir öz tarixin, özgələr çəkər coğrafiyasını yəqin. Məndə keçmiş var, bugün gələcək var, tarixə hər zaman böyük gərək var. Hər səhifən bir cavahir, bir inci, birinciliyə qalsa mənəm birinci. Söz gəlib çıxıncam bu gedişinə, kimyanın sıxıldı dişləri dişinə. Kimə gərəkdir toz basmış məlumatlar, ki oxuyub qutarınca bağrı çatlar. Elm odur ki nə isə çıxartsın üzə, yəni ki bir yenilik olsun tezə. Elmin texnikanın tərəqqisi üçün sizin aranızda mənəm ən üstün. Belə danışırlar niyə özlərindən? Yaxşılığım gəlməzmi gözlərindən? Hər sahənizdə vardır neçə alim, onlara yol göstərib İlham Pərim. Məndə nizamilər, füzulilər var, yüz illərlə könüllərdə qalıblar. Həyat içində həyatı əks etmişəm, mən insana yaşamağı öyrətmişəm. Səsküy düşüb, ara qızışan məqamda, bir fən o yan, o birisi fən bu yanda. Hərə özünü tərif edən zamanda, gəldi dilə ana dilimiz bu anda. Yoldaşlarım, indi dinləyin məni, biz deyilik bir-birinin düşməni. Yox mübahisə etməyin faydası, var həyatın, bax belə bir qaydası. Ayrı olan zaman bir-birimizdən, hansı xeyir çatar cəmiyyətə bizdən? Biz axı ayrı-ayrılıqda heç nəyik, biz onda güclüyük ki, bir yerdəyik. Vermək üçün xalqa dəyər biz gərək, hamımız bir amala qulluq eyləyək. Öyrədək vətənin hər bir övladın, ucatsın onlar da millətin adın. Biz axı ayrı-ayrılıqda heç nəyik, biz onda güclüyük ki, bir yerdəyik. Gözlədiyimiz məqam yetişdi və olimpiyadanın qalibləri 100 qalib bu olimpiyadada hədiyyələrə və güzəştlərə sahib olub. Mən istədim ki, hər kəs bax bu olimpiyadanın qaliblərə ilk 50-lik bax bu səhnəyə gəlsin. Birinci yer. Mən istərdim ki, birinci yer gəlin əvvəlcə alqışlayaq bir yaxşıca. Bu şagirdimiz özü deyəcək ki, hansı məktəbdə təhsil alır? Bakı Avropa Liseyində.
Bakı Avropa Liseyi. Avropa Liseyinin məktəbinin şagirdi birinci yer tutdu Aysel Bayramova və 2 turun nəticəsinə uyğun olaraq. Və üstəgəl ikinci yeri Abşeron rayonunun Mehtebat qəsəbəsinin məktəbi qalib oldu. Və üçüncü yeri Sumqayıt şəhər 12 nömrəli məktəbin şagirdi tutdu. Mən elə bilirəm ki, bugün bütün dünyanın elm işıqları bugün burada yanır. Bu yanan ışıqlar altında bu balalara uğurlar arzulayıram. Hamısını ürəkdən öpürəm, sevinirəm və bir Azərbaycanlı anası kimi, bir müəllim kimi istəyərdim onların sayı çox olsun, biz də baxaq, sevinək. İlk turdakı yığa bilmədiyim 2 bala görə ikinci yeri tutdum. Yenə də çox sevinirəm. Hədəf kurslarına təşəkkürümü bildirirəm. Bu uğurlarının davamını diləyirəm. Birinci gələndə heç gümanım yox idi birinciyə çıxmağa. Onluğa bilirdim, amma birinci yeri çox sevindim. Qeyri-adi bir olimpiyadaydı. Uşaqlar üçün o qədər də yüngül deyildi. Onlar der ki, Zülfiyyə xanım, o qədər bu maraqlı olimpiyadaydı ki, biz birinci yer tutanda çox təəccübləndik biz və çox şad olduq. Mən də əlbəttə ki, bir direktor kimi çox təşəkkür edirəm. Hədəf deməli kurslarını, ona görə ki, onlar yeni təşəbbüslərlə təhsili zənginləşdirirlər. Ümumiyyətlə, çox yeni ideyaları uşaqlara da, müəllimlərə də çatdırırlar və mən onlara çox böyük uğurlar arzulayıram və onların partnyoru kimi çıxış etməyə hazıram. Bir hədəf kursları olaraq və bu təşkilatçılığımız ilə həyata keçirilən bu layihə məncə məqsədimizə çatdıq və inanıram ki, layihə davamlı olacaq. Məqsədimiz fənlərin dostluğu qoymaq ilə gələcəkdə bunun biraz da geniş formatda, hətta məqsədimiz və amacımız ondan ibarətdir ki, bu bütün dünyada yaşayan azərbaycanlıların Azərbaycan naminə, Azərbaycan eşqinə bu olimpiyadada iştirakı və Azərbaycanımızı tanıtmaq naminə onların da bu layihədə iştirakını arzulayırıq. Və inanıram, gələcək ildə, hər ilin sonunda həmrəylik günlə bağlı keçirilməyi planlaşdırılan bu layihə bundan da yaxşı formada olması üçün inkişaf eləyəcək və əsas məqsəd də yenə deyirəm, elmi və biliyi möhkəmləndirək. Xalqımızın, millətimizin talantlı, qabiliyyətli, istedadlı uşaqlarının meydana çıxması hər bir vətənpərvər olan Azərbaycan vətəndaşının o arzusu ola bilər. Bu başqa cür ola bilməz.